Bismillahirrahmanirrahim. Elhamdülillahillezî radiye lena'l İslamu dinen ve eşhedü en la ilahe illallah iqraran bihi hakkan yaqinen ve eşhedü en Muhammeden abduhu ve rasuluhu eddâi ila tevhidihi fil âlemine sallallahu aleyhi ve ala alihi ve sahbihi ve tabi'in. Əmmə ba'd. Möhtərəm qardaşlar, İlk öncə sizi Allah Subhanahu Taala'nın salamı ilə salamlayıram. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu. Amma sonra biz keçən dərsimizdə inşallah La ilahe illallahın şərtlərini götürdük. Amma bugünkü dərsimizdə inşallah La ilahe illallahı pozan şeyləri, yəni La ilahe illallaha, kəlmə-i şəhadətə zidd olan, onu naqisləşdirən şeyləri götürəcək inşallah. La ilahe illallahı pozan şeylərin birincisi uca Allaha şərik qoşmaqdır. Bu da bəndə ilə Allah arasında duada, şəfaətdə, təvəkküldə, istiğasədə, yardım diləmədə, nəzir etməkdə, qurban kəsməkdə və ya faydaların cəlb olunması və ya zərərlərin dəf edilməsində Allahdan başqasına, qeyrisinə şərik qoşmaqdır ki, bu da şübhəsiz ki, küfürdür və şirkdir. Uca Allah Quran-ı Kərimdə Ən-Nisa surəsi 48 və 116-cı ayələrdə demişdir ki, İnna Allah la yaghfiru en yushraka bihi ve yaghfiru ma dun zalika limen yasha. El-ayə. Uca Allah demişdir ki, şübhəsiz ki Allah ona şərik qoşanları bağışlamaz və bundan başqası isə istədiyi şəxsi, istədiyi əməl sahibini bağışlayar. Ən-Nisa surəsi 48 və 116-cı ayələr. Həmçinin uca Allah demişdir: İnnehu men yushrik billahi faqad harramallahu aleyhil cennə və məvəhun nər və mə lizzaliminə min ənsar. Uca Allah demişdir: həqiqətən də Allaha şərik qoşan kimsəyə Allah cənnəti haram etmiş və onun sığınacağı yer oddur, cəhənnəmdir, zalimlərə kömək edən olmayacaqdır. Əl-Məidə surəsi 72-ci ayə. La ilahe illallahı pozan şeylərdən ikincisi İslamdan çıxmaqdır və İslamdan başqa hər hansı bir dini, yahudilik və ya nəsranilik və ya məcusilik, atəşpərəstlik, bütpərəstlik olsun, istənilən başqa dini seçməkdir ki, kim İslamdan başqa bir din ardıca gedərsə, bu küfürdür və qiyamət günü də Allah Subhanahu Taala'dan ondan onu qəbul etməyəcəkdir. Amma bunun dəlillərinə gəlincə, uca Allah demişdir ki, وَلَا يَزَالُونَ يُقَاتِلُونَكُمْ حَتَّى يَرُدُّوكُمْ أَنْ دِينُكُمْ إِنِ اسْتَطَاعُوا وَمَنْ يَرْتَدْ مِنْكُمْ أَنْ دِينِهِ فَيَّمُوتْ وَهُوَ كَافِرٌ فَأُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُكُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ. Uca Allah demiştir ki, kafirlər bacarsalar sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar. Əl-Bəqara surəsi 217-ci ayə. Həmçinin uca Allah demişdir ki, Ya eyyühəllezine əmənu mən yərtəddə minkum ən dinihi fəsəvfə yə'tiyəllahu bi qavmin yuhibbukum və yuhibbunəku əzillətin aləl mü'mininə əizzətin aləl kafirin yücahidun fi səbilillahi və la yəxafuna ləvmətəl laim
Zalika fadlullahi yu'tihi men yasha. Vallahu vasiyun alim. Uca Allah demiştir ki, ey iman edenler, sizlerden her kim dininden dönse, Allah onun əvəzinə özünün sevdiği ve onu seven müminlere karşı mülayim, kafirlere karşı ise sert olan, Allah yolunda cihad eden ve tənə edənin tənəsindən qorxmayan bir cemaat gətirər. Bu Allah'ın lütfüdür, onu istediğine verer. Allah her şeyi əhatə edəndir, biləndir. El-Maidə suresi 54. ayə. Həmçinin uca Allah demiştir ki, İnnellezîne erteddu alâ edbârihim min ba'di mâ tebeyyene lekumul hudâ eşşeytânu savvele lekum ve emlâ lekum zâlike bi'ennekum kâlû lillezîne kerihû mâ nezzelallâhu senutîyukum fî ba'dil emr vallahu ya'lemu israrahum fekeyfe izâ tevaffethumul melâiketu yedribûne vucûhekum ve edbârahum zâlike bi'ennekum ittebe'û ma eskhatallaha ve kerihû ridvânehu fe ahbeta a'mâlekum. Em hasibellezîne fî kulûbihim meradun en len yuhricallahu edgânehum ve lev neşâ'u la eraynâkehum feleya'reftehum bisimâhum ve la ta'rifennekum fi lehnil kavli vallahu ya'lemu a'mâlekum. Uca Allah demiştir, hidayet yolunu tanıdıktan sonra haktan dönüp geriye üz tutanlara şeytan günah işleri güzel gösterdi ve onlara uzun ömür vaat etti. Bu ona göredir ki onlar Allah'ın nazil ettiğine nifret edenlere biz bazı işlerde size itaat edeceğiz dediler. Allah onların sirlerini bilir. Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda halları necə olacaq? Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllərini boşa çıxartdı. Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-kidurətini üzə çıxarmayacaq. Əgər biz istəsəydik, onları sənə göstərərdik. Sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir. Məhəmməd surəsi 25-30. ayələr. Həmçinin uca Allah demiştir, və mən yakfur bil imani fəqad həbitə əməluku və huvə fil axirəti minəl xasirin. Uca Allah demiştir, imanı inkar edənin əməlləri boşa çıxar və o axirətdə ziyana uğrayanlardan olar. El-Maidə surəsi 5. ayə. Amma sünnətdən dəlillərə gəlincə, Abdullah İbn Abbas'tan rivayet edilmiştir. Hadiste İbn Abbas radıyallahu anhuma qala Nebi sallallahu aleyhi ve sellem men beddele dinehu faktuluhu. Abdullah İbn Abbas'tan Allah her ikisinden razı olsun demiştir ki Peygamber sallallahu aleyhi ve sellem demiştir ki kim dinini değişse onu öldürün. Bu hadisi İmam el-Buxari Səhih kitabında 2854 sayılı hadisdə rivayət etmişdir. Və an Abdullah ibn Məsud radiyallahu anhu qala Rasulullah sallallahu aleyhi ve sellem la yahillu damu mriyyin muslimin yeşhedü en la ilahe illallah ve anni Rasulillah illa bi ihde selas النفس بالنفس والسيب الزاني
وَالتَّارِكُ لِدِينِهِ الْمُفَارِقُ لِلْجَمَاعَةِ. Abdullah ibn Məsuddan, Allah ondan razı olsun, rivayet edilmiştir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir ki, Allahdan başqa ilahın olmamasına və mənim Allahın rəsulu olmasına şəhadət edən heç bir müsəlman yoxdur ki, bu üç dənədən birindən başqasında onun qanı halal olsun. Bu da Allahın haram etdiyi nəfsi, şəxsi öldürən kəsi, zinakar, yəni evli olaraq zinakar olan birisi, həmçinin cəmaatdan ayrılaraq dinini dəyişən kəsi. Bu hədisi İmam Əl-Buxari Səhih kitabında 6484 sayılı hədisdə və İmam Müslim Səhih kitabında 1676 sayılı hədisdə rəvayət etmişlər. La ilahe illallahı pozan şeylərdən üçüncüsü kafir olan, yəni Yahudilər və ya Nəsranilər və ya Məcusilər və ya müşriklər və ya mülhidlər və ya kafirlərin başqa qism növlərindən olanları və ya küfürlərində şəkk edənləri və ya onların məzhəbini səhi edənləri, səhiyləyənlərin, yəni təkfir etməyənlər artıq küfr etmişlər. Yəni bütün bu sayılan kəsləri, yəni təkfir edilməsi gərəkir və onları təkfir etməyənlər və ya məzhəblərini səhiyləyənlər artıq küfr etmişlər. Bu da ona görədir ki, çünki Allah Subhanahu taala bütün bu növ qrupları təkfir etmişdir Quranda. Çünki onlar Allahın və Rəsulunun dediyinə zid gedmişlər, onun dediklərini qəbul etməmişlər və bu səbəbdən də Allah və Rəsulu onları təkfir etmişlər. Uca Allah demişdir: İnnellezîne keferu min ehlil kitâbi vel müşrikîne fî nâri cehenneme hâlidîne fîhâ ulaike hum şerrul beriyye. Uca Allah demişdir: həqiqətən kitab əhlindən və müşriklərdən inkar edənlərin məskəni cəhənnəm odu olacaq və orada onlar əbədi qalacaqlar. Onlar məxluqatın ən pisləridir. Əl-Beyyinə surəsi 6-cı ayə. Bu ayədə qeyd edilən əhli kitab Yahudilər və Nəsranilər xaçpərəstlərdir və müşriklər isə Allahdan qeyrisinə ibadət edənlərdir. Həmçinin Uca Allah demişdir ki: لَقَدْ كَفَرَ الَّذ۪ينَ قَالُوا اِنَّ اللّٰهَ هُوَ الْمَسِيحُ ibn Meryem. El-Ayə. Uca Allah demişdir: şübhəsiz ki Allah Məryəm oğlu Məsihdir deyənlər artıq kafir oldular. Əl-Məidə surəsi 17-ci və 72-ci ayələr. Həmçinin Uca Allah demişdir ki: لَقَدْ كَفَرَ الَّذ۪ينَ قَالُوا اِنَّ اللّٰهَ السَّالِسُ سَلَاسَهِ. El-Ayə. Uca Allah demişdir ki Allah üçlüyün üçüncüsüdür deyənlər artıq kafir oldular. Əl-Məidə surəsi 73-cü ayə. Həmçinin Uca Rəbbimiz demişdir ki İnnellezîne yekfurûne billahi ve rusulihi ve yuridûne en yuferriqû beynallahi ve rusulihi ve yekulûne nu'minû bi ba'din ve nekfurû bi ba'd ve yuridûne en yettehizû beyne zâlike sebîlâ ulaike humul kafirûne hakka ve a'tednâ lil kafirîne azâben muhînâ.
Uca Allah demiştir: Allahı ve onun elçilerini inkar edenler Allahı onun elçilerinden ayırmak isteyip biz o elçilerin bəzisinə inanır, bəzilərinə isə inanmırıq deyənlər ve bunun arasında bir yol tutmak isteyenler, məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. Ən-Nisa surəsi 150-151-ci ayələr. Həmçinin uca Rəbbimiz demişdir ki: İnna Allaha cəmiyul münafiqinə vel kafirinə fi cəhənnəmə cəmi'a. Uca Allah demiştir: şübhəsiz ki Allah bütün münafiqləri və kafirləri cəhənnəmə toplayacaqdır. Ən-Nisa surəsi 140-cı ayə. La ilahe illallahı pozan dördüncü şeylərdən kim Peyğəmbər sallallahu əleyhi və səlləmin hidayət yolundan başqa birisinin yolunun daha kamil olmasına və ya daha yaxşı olmasına və ya daha fəzilətli olmasına etiqad edərsə artıq kafir olmuşdur. Şək yoxdur ki uca Rəbbimiz Allahın və Rəsulunun hökmlərin ən xeyirlisi və ən fəzilətlisidir və onlarla əməl etmək vacibdir. Və kim ondan başqasını daha üstün tutarsa artıq küfr etmişdir. Uca Rəbbimiz demişdir: Əfə hukməl cahiliyyəti yəbğunə və mən əhsanu minəllahi hukmə li qavmin yuqinun. Uca Allah demiştir: onlar cahiliyyə dövrünün hökmünü mü istəyirlər? Qəti inanan bir cəmaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər? Əl-Məidə surəsi 50-ci ayə. Həmçinin uca Rəbbimiz demişdir ki: və mən ləm yəhkum bimə ənzəlallah fəuləykə humul kafirun. Uca Allah demiştir ki Allahın nazil etdiyi ilə hökm etməyənlər onlar kafirlərdir. Əl-Məidə surəsi 44-cü ayə. Həmçinin uca Rəbbimiz demişdir ki və mən ləm yəhkum bimə ənzəlallah fəuləykə humuz zalimun. Allahın nazil etdiyi ilə kim hökm etməzsə artıq onlar zalimlərdir. Əl-Məidə surəsi 45-ci ayə. Həmçinin uca Rəbbimiz demişdir ki və mən ləm yəhkum bimə ənzəlallah fəuləykə humul fəsiqun. Allahın nazil etdiyi ilə kim hökm etməzsə onlar fasiqlərdir. Əl-Məidə surəsi 47-ci ayə. Uca Rabbimiz demişdir: İnnəd-dinə indəllahil İslam. Əl-ayə. Şübhəsiz ki Allahın qatında din İslam dinidir. Ali İmran surəsi 19-cu ayə. Həmçinin uca Allah demişdir ki və mən yəbtə qeyrəl İsləmi dinən fələn yuqbələ minhu və huvə fil əxirəti minəl xasirin. İslamdan başqa bir din axtaran şəxsdən o din heç vaxt qəbul olunmaz və o axirətdə xəsarət çəkənlərdən olar. Ali İmran surəsi 85-ci ayə. Həmçinin uca Rəbbimiz demişdir ki İnnəl-ləzīnə kəfəru bi-əyətinə səvfə nuslihim nəran kulləmə nədicət culudukum bəddəlnəkum culudən qeyrəhə liyəzuqul əzəb İnnəllaha kənə əzizən həkimə.
Rəbbimiz demişdir ki, şübhəsiz ki, ayələrimizi inkar edənləri odda yandıracağıq. Hər dəfə onların dəriləri yandıqca əzabı daim dadsınlar deyə biz o dəriləri başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən Allah qüdrətlidir, müdrikdir. Ən-Nisa surəsi 56-cı ayə. Həmçinin Uca Rəbbimiz demişdir ki, فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِي مَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا. Uca Rəbbimiz demişdir ki, xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan, tam təslim olmayınca iman gətirmiş olmazlar. Ən-Nisa surəsi 65-ci ayə. La ilahe illallahı pozan 5-ci şeylərdən, deməli, kim Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyi xəbərlərə dil uzadarsa, onları pisləyərsə, hətta ona əməl etsə də artıq küfr etmişdir. Bunun dəlilləri Uca Rəbbimiz demişdir ki, وَالَّذِينَ كَفَرُوا فَتَعَسًا لَكُمْ وَعَدَلَّ أَعْمَالَكُمْ ذَلِكَ بِأَنَّكُمْ كَرِهُوا مَا أَنْزَلَ اللّٰهُ فَأَحْبَتَ أَعْمَالَكُمْ. Uca Rəbbimiz demişdir, qoy məhv olsun kafirlər, Allah onların əməllərini puça çıxardar. Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət etdilər, o da onların əməllərini puça çıxartdı. Muhammed surəsi 8-9-cu ayələr. Həmçinin Uca Allah demişdir ki, İnnellezîne irtaddu alâ edbârihim min ba'di mâ tebeyyene lehumul hudâ eşşeytânu savvale lekum ve emlâ lekum zâlike biannahum qâlû lillezîne kerihû mâ nezzelallahu senuti'ikum fî ba'dil emr vallahu ya'lemu israrahum فَكَيْفَ إِذَا تَوَفَّتْهُمُ الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ ذَلِكَ بِأَنَّهُمْ اتَّبِعُوا مَا أَسْخَطَ اللّٰهَ وَكَرِهُوا رِضْوَانَهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ. Uca Rabbimiz demiştir ki, hidayet yolunu tanıdıktan sonra haktan dönüp geriye üst tutanlara şeytan günah işləri gözəl göstərdi və onlara uzun ömür vəd etdi. Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edənlərə biz bəzi işlərdə sizə itayət edəcəyik dedilər. Allah onların sirlərini bilir. Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda halları necə olacaq? Bu ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də Allah onların əməllərini boşa çıxartdı. Muhammed surəsi 25-28-ci ayələr. La ilahe illallahı pozan şeylərin altıncısına gəlincə, kim Allaha və ya Rəsuluna və ya Qur'ana və ya dinə və ya mələklərə və ya alimlərə istehza edərsə və ya İslamın nişanələrindən olan hər hansı bir şeyə istehza edərsə, namaz, zəkat, oruc, həc, Kəbəni tavaf etmək, Ərəfada durmaq və ya məscidə və ya azana və ya saqqala və ya Peyğəmbərin sünnətinə və ya Allahın nişanələrindən olan və ya İslamın məqsədlərindən, müqəddəslərindən olan hər hansı bir şeyə istehza etmiş olarsa, artıq kafir olar. Amma bunun dəlillərinə gəlincə, Uca Rəbbimiz demişdir, Qul əbillahi və ayəti və rasulihi kuntum təstəhziun
La ta'teziru qad kafartum ba'da imanikum in na'fu an taifetin minkum nu'azzib taifeten bi ennehum kanu mucrimin. Uca Rabbimiz demiştir, onlardan ne üçün istehza etdiklərini soruşsan, deyərlər ki, biz sadəcə boş-boş danışıb zarafatlaşırdıq. De, Allaha, onun ayələrinə və onun elçisinə istehza mı edirsiniz? Üzrxahlıq etməyin. İman gətirdikdən sonra artıq kafir oldunuz. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verərik. Ət-Tövbə surəsi 65-66-cı ayələr. Həmçinin Uca Rəbbimiz demişdir, İnnellezîne ecremu kânu minellezîne âmenû yedhekûn ve izâ merru bihim yetagâmezûn ve izâ inqalabû ilâ ehlihim inqalabû fâkihîn ve izâ ra'awhum qâlû inna haulâi leddâllûn ve mâ ursilû aleyhim hâfizîn فَالْيَوْمَ الَّذ۪ينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَدْهَكُونَ وَعَلَى الْآرَائِكِ يَنْظُرُونَ هَلْ صُوِّبَ الْكُفَّارُ مَا كَانُوا يَفْعَلُونَ. Uca Rabbimiz demiştir, doğrudan da günah edenler iman getirenlere gülürdüler. Onların yanından keçdikdə bir-birinə qaş-göz edirdiler. Öz ailələrinin yanına fərəhlə qayıdırdılar. Möminləri gördükdə isə deyirdilər, həqiqətən bunlar azmışlardır. Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar. Bugün məhz iman gətirənlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə ətrafa baxacaqlar. Kafirlər törətdiklərinin cəzasını aldılarmı? El-Mutaffifin surəsi 29-36-cı ayələr. Həmçinin Uca Rəbbimiz demişdir ki, Və izə rəaytəl-ləzīnə yəxudunə fi əyətinə fəarid ənkum həttə yəxudu fi hədisin qeyrih və immə yunsiyənnəkə şeytanu fələ təqud bədə zikra mə'l qavmiz zalimin. Uca Rəbbimiz demişdir ki, ayələrimizi lağlağıya qoyanları gördüyün zaman onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unuttursa, xatırladıqdan sonra zalim cəmaatla birgə oturma. Əl-Ən'am surəsi 68-ci ayə. Həmçinin Uca Rəbbimiz demişdir ki, Və qad nazzələ aleykum fil kitabi ən izə səmitum ayətilləhi yukəffiru bihə və yüstəhzi'u bihə fələ təq'udu mə'kum həttə yaxudu fi hədisin qeyri innəkum izən misluhum innəlləhə cəmiyul münafiqinə vəl-kafirinə fi cəhənnəmə cəmiə. Uca Rəbbimiz demişdir ki, Allah kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman günahkarlar başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın, yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri cəhənnəmə toplayacaqdır. Həmçinin Uca Rəbbimiz demişdir ki, Və mən yuəzzim hurumatillahi fəhuvə xeyrun ləhu ində Rabbih. Əl-ayə. Uca Rəbbimiz demişdir, hər kim Allahın haram buyurduqlarına hörmət etsə, bu Rəbbi yanında onun üçün xeyirli olar. Əl-Həcc surəsi 30-cu ayə. Həmçinin Uca Allah demişdir ki, Və mən yuəzzim şəairəllahi fə innəhə min taqvəl qulub. Uca Rəbbimiz demişdir ki, hər kim Allahın ayinlərinə hörmət etsə, bilsin ki, bu qəlblərin təqvasındandır.
Əl-Həd surəsi 32-ci ayə. La ilahe illallahı pozan şeylərin 7-cisinə gəlincə, bu sehir etməkdir və ya onunla hər hansı bir şəkildə əlaqəli olmaqdır. Bütün bunlar küfürdür və insanı İslamdan çıxarır və la ilahe illallahı pozur. Amma bunun dəlillərinə gəlincə, Uca Rabbimiz demişdir ki, və mə kəfərə Süleymanu və lakinnə şeyatinə kəfəru yuəllimunən nəsə sihra və mə unzilə aləl mələkeyni bi Babilə Hərut və Mərut və mə yuəlliməni min əhədin həttə yəqulə innəmə nəhnu fitnətun fələ təkfur. Əl-ayə. Uca Rabbimiz demişdir ki, Süleyman kafir olmadı, lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı 2 mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Mələklər biz ancaq bir sınağıq, sən gəl kafir olma deməmiş onu heç kəsə öyrətmirdilər. Əl-Bəqara surəsi 102-ci ayə. La ilahe illallahı pozan şeylərin 8-cisi isə müşriklərə kömək etməkdir. Müsəlmanlara qarşı olan müşriklərə yardımcı olmaqdır ki, bu da la ilahe illallahın mahiyyətini pozur və ona ziddir. Uca Rəbbimiz demişdir: və mən yətəvəlləhum minkum fə innəku minhum innallaha la yahdil qavməz zalimin. Uca Rəbbimiz demişdir: sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalim adamları doğru yola yönətməz. Əl-Məidə surəsi 51-ci ayə. Həmçinin Uca Rəbbimiz demişdir ki, ya eyyuhəllədinə əmənu in tutiyu fəriqən minəllədinə utul kitab yaruddukum bə'də imanikum kafirin və keyfə təkfuruna və əntum tutla aleykum ayatullahi və fikum rasuluh və mən ya'tesim billahi fəqad hudiyə ilə sıratın müstəqim. Uca Rabbimiz demişdir: ey iman gətirənlər, əgər kitab verilənlərdən bir dəstəyə itaət etsəniz, onlar siz iman gətirdikdən sonra belə döndərib kafir edərlər. Sizə Allahın ayələri oxunduğu və onun elçisi sizinlə olduğu bir vaxtda siz necə küfür edirsiniz? Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də doğru yola yönəlmiş olar. Ali İmran surəsi 100-101-ci ayələr. Həmçinin Uca Rəbbimiz demişdir ki, ya eyyuhəllədinə əmənu in tutiyullədinə kəfəru yaruddukum alə əqabikum fətənqəlibu xasirin bəlilləhu məvlakum və huvə xeyrun nasirin. Uca Rəbbimiz demişdir ki, ey iman gətirənlər, əgər kafirlərə itaət etsəniz, onlar sizi geriyə qaytarar və siz də ziyana uğramış halda geriyə qaydarsınız. Xeyr, Allah sizin himayədarınızdır. O kömək edənlərin ən yaxşısıdır. Ali İmran surəsi 149-150-ci ayələr. Həmçinin Uca Rəbbimiz demişdir ki, ya eyyuhəllədinə əmənu la tatavəlləu qavmən qadiballahu aleyhim qad yəyisu minəl axirəti kəmə yəyisəl kuffaru min əshabil qubur. Uca Rəbbimiz demişdir: ey iman gətirənlər, Allahın qəzəbinə gəlmiş adamlarla dostluq etməyin. Kafirlər qəbirdəkilərin bir daha diriləcəyinə inanmadıqları kimi axirət gününə də ümid etmirlər. Əl-Mümtəhinə surəsi 13-cü ayə. La ilahe illallahı pozan şeylərin 9-cusu uca Allahın dinindən uzaqlaşmaq və onu öyrənməmək və ona əməl etməmək. Uca Rəbbimiz demişdir ki, vəllədinə kəfəru ammə unziru muridun. Uca Rəbbimiz demişdir, kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər. Əl-Əhqaf surəsi 3-cü ayə.
Həmçinin uca Rəbbimiz demişdir: "Və mən əzləmu mimmən zukkira bi ayati rabbihi summa a'rada anha inna minel mujrimina muntaqimun." Uca Rəbbimiz demişdir: Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalim kim ola bilər? Şübhəsiz ki, biz günahkarlardan intiqam alacağıq. Əs-Səcdə surəsi 22-ci ayə. Həmçinin uca Allah demişdir: Və mən a'rada ən zikri fə innə ləhu məişətən dənkə və nəhşuruhu yevməl qiyaməti a'mə. Uca Rəbbimiz demişdir: Kim mənim zikrimdən üz döndərsə, onun güzaranı sıxıntılı olacaq və biz qiyamət günü onu kör kimi huzurumuza gətirdəcəyik. Taha surəsi 124-cü ayə. Həmçinin uca Rəbbimiz demişdir ki: Və qad ətəynəkə millədunnə zikra mən ərada ənxu fə innəhu yəhmilu yevməl qiyaməti vizra xalidinə fihi və səələkum yevməl qiyaməti himlə. Uca Rəbbimiz demişdir ki, artıq sənə öz tərəfimizdən zikir vermişik. Ondan üz döndərənlər qiyamət günü ağır bir günah yükü daşıyacaqlar. Onlar bu vəziyyətdə əbədi qalacaqlar. Qiyamət günü onların daşıyacağı yük nə pis yük olacaqdır. Taha surəsi 99-101-ci ayələr. Beləliklə biz La ilahe illallahı pozan şeyləri götürdük və bütün bu qeyd etdiklərimiz La ilahe illallahın şərtlərinə ziddir və bunlar tərk edilməlidir. Sonda isə Rəbbimiz uca Allaha həmd sana etmək istəyirəm və Peyğəmbərimiz Muhammed Mustafa sallallahu aleyhi ve sellemə, onun əhl-i beytinə və bütün sahabələrinə və gözəl biçimdə qiyamətə qədər onların yoluna tabi olanların üzərinə Allahın salavatı və salamı olsun. Və səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.